Sən qeyd etdin ki, silabuslarla maraqlanmışdın abituriyent vaxtı artıq. Bunu hardan abituriyentlər əldə edib maraqlana bilər ki, onlar hansı belə deyək fənləri tədris olunacaq onlara? Əslində belə deyim, əslində bu oxuduğu universitetlərdən asılıdır, çünki hər universitetə görə silabus dəyişir. Çox böyük bir fərq yoxdur düşünürəm. Əsas bəzi top universitetlər var ki, Banımdır, Ufazdır, Adadır. Onların silabusu tamam fərqli ola bilər. Amma belə Bakı Dövlət, Adunsu, Xəzər və s. yəni digər universitetlərdə çox da böyük bir fərq yoxdur. Təbii ki, vardır fərq, amma böyük bir fərq yoxdur. Silabusu mən əsasən ingiliscə axtarırdım. Necə deyim, çünki universitetdə çox vaxt silabuslar ya tərcümə olunur, ya da təbii ki, müəllim birazcıq dəyişiklik edir və s. Amma belə əsasən eyni olur da demək olar. Ona görə ingilis dilində axtara bilərlər. Orada hər bir universitet çox uzağa da getməsinlər. Elə məsəl üçün türkcə də axtara bilərlər, Türkiyə universitetlərindən. Belə maraqlansınlar, onda aşağı-yuxarı eynidir. Amma ən yaxşı yol təbii ki, ətraflarından, müəllimləri və s. Dostlarından və s. maraqlana bilər. Universitetdə oxuyan dostları varsa, hansı universiteti istəyirlərsə, əvvəlcədən qərar veriblərsə, həmin o universitetdən 1-2 nəfər tapa bilərlər. Həmçinin Instagram səhifəsi də ola bilər. Hər universitetin Instagram səhifəsi var. Əvvəlcədən qərarlaşdırıblarsa ki, mən filan universitetdə oxuyacağam. Həmin o Instagramın səhifəsini idarə edən insana yaza bilərlər. Onlar da o sualı belə cəmiyyətə uyğun şəkildə post olaraq paylaşırlar və necə deyim, alta da yorumlar da gəlir, həmin insana da özləri çata bilirlər. Oradan da belə silabusu yayınlandıra bilərlər. Yəni istəyən tapa bilər, belə deyək. Universitetin bəzi universitetlər var ki, onların hətta səhifələrini, mən səhv etmirəmsə, İqtisadiyyat Universitetinin elə özünün veb saytında da var ki, hansı ixtisaslarda hansı fənlər keçirilir. Yəni universitetin səhifəsində də baxmaq olar, belə deyək. Sizin belə deyək də yenə danışacağım bu sabah qruplarından. Sizin qrupunuzda olan tələbələr hamısı yüksək ballı tələbələrdirmi, yoxsa daha az ballı tələbələr də varmı və ümumiyyətlə bu dərsdə özünü necə göstərir? Yəni yüksək ballı tələbələr də yəqin ki olmuş olar, daha aşağı bal yığan tələbələr də olar. Bu onun dərsdə iştirakına, dərsə hazırlaşmağına, imtahanlara hazırlaşmağında özünü göstərmir. Az bal yığanlar, məsələn deyim də, az hazırlaşırlar, çox yüksək yığanlar çox hazırlaşırlar. Belə bir stereotip var deyək. Amma bu realdırmı, yoxsa belə deyək də qeyri-real bir şeydir? Əslində belə deyim, sabah qruplarında təbii ki, mən 413 bal yığan bir qrup yoldaşım da var, 617 bal yığan bir qrup yoldaşım da var. Sabah qrupu elədir ki, biraz artıq insan özü gərək məsuliyyətli olsun. Yəni o 413 bal yığan bəlkə diqqətsizlik eləyib, bəlkə həyəcanlanıb və s. həmin imtahanda. Ona görə mənim üçün əslində bal heç bir şeyin göstəricisi deyil. Sadəcə, yəni daha doğrusu savadın, ağılın göstəricisi deyil. Sadəcə çox çalışmağın bir göstəricisi ola bilər. Bir də təbii ki, çox önəmlidir də, istər-istəməz hamı top universitetlərdə top ixtisas təhsil almaq istəyər. Amma gələndə ki, universitet imtahanları necə deyim, abituriyent imtahanlarından çox fərqlənir. Çünki sadəcə bir ay belə bəzən bəs eləyir ki, əlaçı çıxasan, zərbəçi çıxasan, amma abituriyentlər üçün olan imtahan, ona görə deyirəm, mənim üçün ən çətin dönəm o idi. Çünki 1 ay, 2 ay söhbəti yoxdur. Yəni sən 3 il dayanmadan çalışmalısan ki, yüksək universitetlərə girəsən də. Ona görə məsəl üçün elə qrup yoldaşım var ki, belə deyim, tədris boyu oxumur. Belə oxumur deyəndə bu məsuliyyətsizlik və s. olaraq yox. Sadəcə universitet həyatı elə bir həyatdır ki, sadəcə universitetə fokuslanmaq olmaz. Universitet daxilində müxtəlif networkinglər olur, müxtəlif proqramlar olur və s. təcrübə, təqaüd proqramları və s. Artıq insanların, tələbələrin vaxtı içmən qarışıq ora getdiyinə görə daim 6 ay, bir semestr ərzində universitetə fokus ola bilmirik. Ona görə əsas hissələri götürürük. Məsəl üçün, aktivlik balı yazılırsa, artıq aktiv oluruq. Midtermdirsə, yəni aralıq imtahanı vaxtıdırsa, artıq hazırlaşırıq yaxşıca və s. Final, yəni son imtahandırsa, artıq ona da hazırlaşırıq, mühazirələr və s. oxuyuruq falan. Beləcə, yəni yüksək bal almaq olar. Amma abituriyentliyin əsas fərqi odur ki, biz abituriyentliyə mən son 1 ayda fizikanı öyrənə bilmərəm. Son 2 ayda fizikanı, kimyanı, informatikanı öyrənə bilmərəm. Çünki proqram çoxdur, vaxt da çəkməz. Proqram çoxdur, vaxt çox azdır, eynən. Amma abituriyentlik, tələbəlik elə bir şey deyil. Yəni tələbəlikdə 1 aya 6 fən, 7 fən belə sığışdırmaq olar. Bu təbii ki, məsləhət görülmür. Amma mən özüm də heç vaxt yəni indiyə qədər heç 2 gün qalmış, yəni həmişə 2-3 gündən çox vaxt ayırıram, belə deyim, imtahanlara hazırlaşmaq üçün. Amma elə fənlər olur ki, burada önəmli məqam odur ki, fənlərin biraz məğzinə önəm verməlidirlər. Məsələn, elə fən var ki, artıq insan bilir ki,
Yəni mən ən azı burada aktiv olmalıyam. Mühazirənin aktiv olmasam belə mühazirəni dinləməliyəm. Sonradan mənə öyrənmək çətinlik törədəcək. Bizim bir fənnimiz var idi. Circuit teori gedirdi, dövrələr nəzəriyyəsi. Fizika ilə biraz əlaqəlidir. Artıq mən özümü bilirəm ki, mən fizika ilə nisbətən biraz çətinliyim var. Ona görə mən o fənni ekstra bir diqqət göstərməliydim. Çünki bilirdim ki, mən heç nə oxumasam, mühazirəni dinləməsəm və s. mənə sonda çətinlik olacaq. Elə dinlədim, yəni oldum da, yəni belə ekstra diqqət göstərdim fənnə və s. Axırda da nəticəsini gördüm. Amma elə fənn var ki, həqiqətən mənim ixtisasımla bağlıdır. Məsələn, biraz data analitika ilə bağlıdır, gələcək sahəmlə bağlıdır və bilirəm ki, mən bunu necə deyim, üstəsindən gələ biləcəm son 1 ayda, son 2 ayda. Ona görə artıq digər işlərimə fokuslanırdım. Yəni belə, tələbənin özünü bilməyi, abituriyentin özünü bilməyi yaxşıdır və dərsləri də bilməyi önəmlidir.